Allah sizə dərd versin o qırmızı köpük bağlayanlara. O belə hava limanında uçanda da belə dağlara, daşlara yapışasınız. Qırmızı köpük bağlayanların Allah bəlasını versin. Bu onkoloji klinikada nə qədər Azərbaycanlılar var, yazıqlar. Yazıq deyim, yazıq deyim bunlar. Allah sizə dərd versin. Bu samolotun bileti nə qədər, dünya elə bil dədənizi qiymatını qoyursunuz. Onsuz da bu xəstələr, bu hər Azərbaycanın hər bir bölgəsində bax bu xəstəxanada, onkoloji klinikada baxıram ki, Azərbaycan hər bir bölgəsindən gəlirlər. Hər bir bölgəsindən. Bilet qanı qiymətinə. Xətə bu xəstələr üçün elə bir şərait yaradın, elə bir sənəd yaradın ki, bu qırmızı köpük keçə bilsinlər, bu qədər biletə pul verməsinlər. 3 qat bahadır, bax, hər bir priyom 3 qat bahadır. Baxıram, yazığım gəlir. Svoloşda, Allah sizə dərd versin o qırmızı köpük bağlayanlara. O belə hava limanında uçanda da belə dağlara, daşlara yapışasınız. Qanınıza bələnsiz, samolotun qənadı açılmasın.